Açılış elədiyi yolun bir ildən sonra gününə baxın. Baxın. 12 kəndin yoluna baxın, girin baxın mənim səhifəmdə. Yaş olanda, yağış olanda ne xəstəmiz aparır, ne özümüz yedib verərik. İnsanlar ki, ölüsünü apara bilmir o yoldan, xəstəsini apara bilmir. İnsanlar pensiya almağa gedir o yoldan. Nə ölünü tutanım da. Hindistan'da, Avropa ülkelerinde, Bangladeş'te, orada gedib villalar tikir, saraylar tikincə, nə bilim, məktəblər tikirsiniz. Özünüzü bir xalqınızı altına çıxardın, sonra gedin başqa ölkələrdə bir iş görün. Salam, yeni qoşulanlar xoş gəldin. Traktorda gedir, uşaqları məktəbə aparır. Avropa ölkələrinə lağ edirsiniz daha. Nizami kənd yoldu, hal-hazırda baxın. 12 kəndin yoludur. Bu kəndlərin qaz xətti yoxdur ki, görün, Avropa ölkələri, Elman Nəsrov danışanda belirli biz 100% qazlaşma gedib. Bir gəzdə, kilsəyə pulsuz qaz verirsiniz. Sabirabadın onlarla 20'ye yaxın kəndi var ki, insanlar hamısı oradan kötüb gedib, mal təzəyə yandırır, odun alırlar. Heç öyle utanırsınız. Heç olmasa bir danışanda, indi deyəcəklər, Qarabağda iş gedir. Görə Qarabağdan əvvəl nə iş görürdünüz orada? Bir dənə işıq dirəyi çəkmişsə və salam. Azərbaycanda ən sürətlə çəkilən bir dənə ki, Wi-Fi oldu və salam. O da şirkət, Avropa şirkəti nə idi, gəldi, çəkdi, pulunu alır. 25 manatdan soyur cəmaatı. Bütün inkişaf eləmiş ölkələrdə 5 manat, 10 manat olduğu halda Azərbaycanda internetin bir dəqiqə aylığı 25 manatdır. Ölüb utanırsınız, siz hansı inkişafla da gelirsiniz. Elə deyirlər təriflə. Nəyin tərifləyim? Nəyin tərifləyim? Adamın yoluna söyərləri. O kəndlərə mənim dədə-baba ocağım olan Sabirabadın 12 kəndin keçmiş icra başçı xaraba qoyub, hələ də o kəndlərə bir dənə bir normal yol çəkə bilmirlər. Satdılar, taladılar, dağıtdılar, milyonlarla pul ayrılmışdı yola. Bəzi yaxşı, dövləti alladan məmurlar niyə gedib dövlətin